Salam əzizləyicilər, hər vaxtınız xeyir. Deməli, BMW C30-dur, B46 motordur. Yəni, mənim öz maşınım da B46 motordur. Biz qardaşla demək olar ki, dostlaşmışıq da. Deyir, Orxan, başımı dönüm. Öz maşımı nə eləsinizdir, mənim maşımı elə. Daimi müştərimizdir, sağ olsun. Yanımıza gəlib, deməli, bunda bir dənə pompa problemi var idi. Bu B46 motorlarda ən çox problem antifriz sistemlərində olur, borularda olur. Bunda pompa problemi var idi, bir də patrutka problemi var idi. Onları həll elədik. 3 dənə orijinal deməli nə ilə qoyduq? BMW qrup antifriz ilə də əvəz elədik, havasız adını çıxartdıq, heç bir problem yoxdur, qaydasındadır. Bir dənə X5-imiz, 4.8-imiz buradadır, bu başqa bir şeydir. Bir dənə BMW C30'umuz var burada. Bunda da deməli axlacıdan sistemində problem var, yəni soyutma sistemində problem var, antifriz sistemində problem var. Bunda da pompa problemi var həm də. Bir də ki, motorunda qabağında probka olur bunlarda. Həmin o probkanda da problem var ki, orada antifriz axıdır. Onu eləyəcəyik. Bir də ki, oranı çək. Deməli, bu qardaş da yanımıza yaxınlaşıb, deməli, xidmət avtomobildir, o da BMW-dir. Onda da nasos problemi var ki, onu inşallah aradan qaldıracaq ki, bu avtomobildə xidmətli olduğu üçün, daimi olaraq sürüldüyü üçün, deməli, əməkdaş, daha doğrusu, əməkdaş deyil, yəni mən yəni şeyəm, ustayam. Deməli, inspektor yolda qalmasın ki, dövlətimizə yaxşı xidmət göstərsin inşallah, vətəndaşlara. Sağ ol.